Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala khayri halqillahi alal itlaq. Ve huve Muhammed ibn Abdillah. Salavatullahi ve selamuhu aleyh. Ve ala alihi ve sahbihi ecma'in. Muhterem kardeşler, bugün tevekkül hakkında danışmak isterdim. Çünkü hakikaten de bəzən qardaşlardan eşitirik ki, görəsən necə olacaq, məsələlər nə formada cərəyan edəcək və çox narahat olmalarını bizlərə deyirlər. Amma gərək hamı bilsin ki, əsl müsəlman Allaha sadiq bir şəkildə təvəkkül etməlidir. Hər bir işində, istər ruzu məsələsində, istər dünyanın bütün problemlərində yalnız və yalnız Allaha təvəkkül etməlidir. Çünki uca Allah bizlərdən ona təvəkkül etməmizi istəyib və bizə əmr edib. Və Allah Teala Quran-ı Kərimdə buyurur: "Fətəvəkkəl aləllah." Allaha təvəkkül et. Fətəvəkkəl aləllah. Allaha təvəkkül et. İnnallaha yuhibbul mutavakkilin. Həqiqətən Allah təvəkkül edənləri sevər. Və sözsüz ki, siz bilirsiniz ki, Quran-ı Kərimdə əmr vacibliyə dəlalət edir. Necə məşhur bir qayda var? Əl-əmru yədullu aləl-vücub. Əmr Quran-ı Kərimdə vacibliyə dəlalət edir. Yəni, əgər Allah subhanət hələ səndən istəyirsə və deyirsə, Allaha təvəkkül et, deməli, sən Allaha təvəkkül etmək məcburiyyətindəsən. Və bəzən də qardaşlar, müsəlmanlar ruzu haqqında çoxlu sual verirlər və deyirlər ki, görəsən bizim ruzumuz kəsiləcək ya azalacaq. Və sözsüz ki, bu məsələdə də problemlər Allaha düzgün təvəkkül etməmələri nəticəsində ortaya çıxan məsələlərdir. Rasulullah sallallahu aleyhi ve sellem hədisdə belə buyurur: "Ləv ənəkum tətəvəkkəlunə aləllahi haqqa təvəkkülihi və razaqakum kəmə yerzuqut tayr." Əgər siz Allaha haqqınca təvəkkül etsəydiniz, quşu yedizdirib içizdirdiyi kimi sizi də yedizdirib içizdirərdi. Və sələflər gözəl bir söz deyir: əgər ruzu qazanmaq, ruzu güc-qüvvətlə olsaydı, o zaman sərçə hər zaman ac qalardı. Çünki sərçə məxluqatın içində ən zəif məxluqdur. Amma görürük ki, hətta sərçələr belə ruzsu var. Hətta heyvanlar belə, heyvanların o şuurları yoxdur. Şuurları yox olduğu halda belə Allah onları ruzusuz saxlamır. Amma sən, halbuki sən bəşəriyyətin, bütün aləmin ən ali məxluqusan. Ki Allah Teala Qur'an deyir, o insanı ən gözəl biçimdə yaratdı. Əgər o səni ən gözəl biçimdə yaratdısa, o zaman nəyə görə narahatsan? O zaman qəlbi nəyə görə sənin narahatdır? Yalnız nə etmək lazımdır? Allaha düzgün şəkildə təvəkkül edib, səbəbləri götürmək lazımdır. Yəni, işləməyənlər işləməlidir və çalışmalıdır. Yalnız sən üzərində düşən, evdən səhər-səhər çıxıb, Allaha təvəkkül edib, Allaha dua edib, ruzu dalınca getməyindir. Qalan məsələləri isə Allaha buraxmağında daha xeyir var. Həmçinin təvəkkülü artıran məsələlərdən də biri Allahdan qorxmaqdır. Çox mühüm bir məsələdir. Və həmçinin Allahdan qorxmaq insanın ruzusunu da artırar. Uca Allah Quran-ı Kərimdə deyir: Bismillahirrahmanirrahim. وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا. Kim Allahdan qorxarsa, Allah ona bir çıxış yolu açar. Kim Allahdan qorxarsa, kim Allahın dini üçün yanarsa, kim Allaha qul olarsa, Allah ona bir çıxış yeri açar. Və məxrəcən sözü ərəb dilində, Quran-ı Kərimdə əlifləmsiz gəlib. Yəni bilinməyən, sonsuz sayda bir çıxış yolları açar. Yəni daha düzgün tərcümə, kim Allahdan qorxarsa, Allah ona çıxış yolları açar. وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ. Və onun hesab etmədiyi, düşünmədiyi, bilmədiyi, güman etmədiyi yerdən onu ruzulandırar. Və sözsüz ki,
Allah subhanahu wa ta'ala öz qulunu hər zaman da imtihan edər. Əgər ona hər hansı maddi bir sıxıntılar yaşatdırarsa, ona hər hansı bir ruzu sıxıntıları yaşatdırarsa, bu da onun imtihanıdır. Uca Allah Qur'an-ı Kərimdə buyurur: وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ Biz əlbəttə ki, sizi biraz qorxu ilə, biraz acılıqla, وَنَقْصٍ مِنَ الْأَمْوَالِ biraz pul, mal azlığı ilə, وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ biraz can sıxıntıları ilə, xəstəliklərlə və biraz da ruzunun, səmərənin getməsi ilə sizi imtihan edərik. Əlbəttə imtihan edərik. وَبَشِّرِ الصَّابِرِينَ Səbr edənləri isə müjdələ. Onlar nə etməlidirlər? Hər bir müsibət gəldiyi halda, hər bir problem gəldiyi halda, hər bir sıxıntı halında bu sözləri deməlidirlər. Əl-ləzīnə izə asabəthum musibətun qalu inna lillahi və inna ileyhi raciun. Onlar deyərlər, hər hansı bir müsibətdə biz Allah'ınıq, biz Allah'ın mülkü, biz Allah'a məxsusuq və inna ileyhi raciun və biz ona dönəcəyik. Və bilməlisən ki, mülk Allah'ındır. Yer üzərində nə varsa, sənin nəyin varsa, evin, maşının, pulun, gücün, qüvvətin, işin, sağlamlığın sahibi Allah'dır. Necə uca Allah buyurur, Qulillahumma malikəl mulk. De ey Allah'ım, mülkün sahibi sənsən. Tu'til mulkə mən təşə, sən istədiyinə mülkü verərsən. Və tənzi'ul mulkə mimmən təşə, və sən istədiyindən bu mülkü alarsan. Və tu'izzu mən təşə, istədiyini izzətləndirənsən. Və tuzillu mən təşə, istədiyini isə zəlil edərsən. Biyədikəl xeyr, bütün xeyr, bütün yaxşılıq, gözəllik sənin əlindədir. İnnəkə alə kulli şeyin qadir, həqiqətən sən hər şeyə qadirsən. Və sözsüz ki, bu müsibətlər, bu bəlalar da gəldikdə müsəlman səbirli olmalıdır. Müsəlmanın dilindən həmddən başqa, şükürdən başqa heç bir söz çıxmamalıdır. Çünki ruzu məsələsində Allaha təvəkkül etmək vacibatdır. Niyə? Çünki ruzu artıq Allah tərəfindən insana öncədən yazılır. Sən artıq bu sözünlə, bu əməlinlə Allahın təqdirinə çıxmaq istəyirsən. Amma onu da bil ki, sənin başına nə müsibətlər gələcəksə, əgər bir gün sən ruzusuz qalacaqsansa, əgər hansısa bir gün problem yaşayacaqsansa, bil ki, bu da Allahın təqdiri ilə baş verir. Oca Allah Qur'an-ı Kərim buyurur, قُلْ لَنْ يُصِيبَنَا إِلَّا مَا كَتَبَ اللّٰهُ لَنَا هُوَ مَوْلَانَا وَعَلَى اللّٰهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ De, لَنْ يُصِيبَنَا إِلَّا مَا كَتَبَ اللّٰهُ لَنَا Allahın yazdığından başqa bizim başımıza heç bir müsibət gələn deyil. Huva Mevlana, o bizim Mevlamızdır, dostumuzdur, yardımcımızdır. Və aləllahi fəliyətəvəkkəlil müminun və əgər müminsünüzsə Allaha təvəkkül edin. Allaha təvəkkül edin. Və Allah subhanahu wa ta'ala başqa bir ayətdə yalnız Allahın o quluna yetərəcək və ona yardım edən yalnız Allah olmasını açıq aydın buyurur. Allah Teala Qur'an-ı Kərim deyir: "Əleyhissallahu bikafin abdə." Məyər Allah subhanahu wa ta'ala öz quluna kifayət etmirmi? Məyər Allah öz quluna kifayət edən deyilmi? Sözsüz ki, əsl mömin, əsl ağıl sahibi əgər Allaha təvəkkül edərsə və Allahla kifayətlənərsə, sözsüz ki, səbəbləri götürərək o zaman o qul ən xoşbəxt qul olar. Və sözsüz ki, cənnəti qazanmaq da çətin bir məsələdir. Yəni, cənnət asan deyil, çünki cənnətin qiyməti də bahadır. Və sözsüz ki, Allah subhanahu wa ta'ala bir quluna xeyir istəyərsə, onu hər zaman imtihan edər. Onu bəzi müsibətlərlə, problemlərlə imtihan edər. Allah Teala Qur'an-ı Kərim buyurur: "Əm hasibtum ən tədxulul cənnə." Məyər siz cənnətə girəcəyimizi düşünürsünüz? Yəni siz fikirləşirsiniz ki, cənnətə girəcəksiniz. وَلَمَّا يَأْتِكُمْ مَثَلُ الَّذ۪ينَ خَلَوْا مِنْ قَبْلِكُمْ Sizdən öncəkilərin başına gəlməyən müsibətlər sizə gəlməyincə cənnəti qazanacağınızı fikirləşirsiniz. مَسَّتْهُمُ الْبَأْسَاءُ وَالضَّرَّاءُ وَزُلْزِلُوا حَتَّى يَقُولُ الرَّسُولُ وَالَّذ۪ينَ آمَنُوا مَعَهُ مَتَى نَصْرُ اللّٰهِ أَلَا إِنَّ نَصْرَ اللّٰهِ قَرِيبٌ Onların başına müsibətlər,
fəlakətlər, problemlər, xəstəliklər gəldi. Hətta Peyğəmbər və onunla birlikdə iman edənlər dedilər, Mətə Nəsrullah, Allahın köməyi nə zamandır? Allah təala deyir, Ələ, İnnə Nəsrallahi qarib. Bilin ki, Allahın köməyi yaxındadır. Ələ, İnnə Nəsrallahi qarib. Bilin ki, Allahın köməyi yaxındadır. Ona görə dediyim məsələ, bu məsələdir ki, hər bir mömin səbəbləri götürərək Allaha düzgün bir şəkildə bel bağlamalı və təvəkkül etməlidir. Qalan bütün məsələləri isə Allaha buraxıb o haqda qətiyyən düşünməməlidir. Çünki bəzi məsələlər sənin əlindədir və bəzi məsələlər isə sənin əlində deyil. Və ola bilsin sənin hər hansı bir problemlərin, sənin müsibətə düçar olmağın, sənin cənnətə girməyinə bir səbəbdir. Ona görə bu dünyada ən çox əziyyət çəkənlər Peyğəmbərlərdir. Hansı birini deyək? Baxsaq, hamısı əziyyət çəkib. Hamısı. Hətta Muhammed sallallahu aleyhi ve sellem əziyyət içindeydi. Ac qaldılar, susuz qaldılar. Hətta mübarək ayaqlarını belə daşladılar və s. Niyə? Çünki o Allaha qul edir və təvəkkül edirdi və bilirdi ki, bu dünya fanidir, əbədi deyil, əsl dünya, əsl məkan, əsl qərar isə axirətdir. Necə ki, Musa aleyhissalam öz qövmünə deyir, Ya qavmi, innəmə hədiyil həyatü dünya mətə. Ey qövmüm, bilin ki, bu dünya həyatı fani, aldadıcı ləzzətlərdən başqa bir şey deyil. Və innəl əxirətə hiyyə dərul qarar. Əsl qərar tutacağımız yer, məkan axirətdir. Və sallallahu alə seyyidina Muhammedin və alə alihi və sahbihi əcmain.